Nadir xəstəliyi olan 3 yaşlı oğlan həkimləri heyrətləndirdi. Kaliforniyalı 3 yaşlı Oliver Chu nadir irsi xəstəlik, Hunter sindromu diaqnozu ilə yaşayan ilk uşaqdır. Ona Manchesterdə gen terapiyası tətbiq edilib. Bu xəstəlik bədəndə və beyində sürətlə proqressiv zədələmələrə səbəb olur və ağır halda olan xəstələr çox vaxt 20 yaşa çatmadan dünyasını dəyişir. Oliverin orqanizmi xəstəlik səbəbindən həyati vacib IDC fermentini istehsal etməyib. Britaniya alimləri ilk dəfə olaraq onun kök hüceyrələrini laboratoriyada genetik olaraq dəyişdirib bədənə geri qaytarmaqla xəstəliyin inkişafını dayandırmağa çalışıb. Tədqiqatın rəhbərlərindən biri professor Simon Jones bildirib ki, belə nəticəni 20 il gözləyib. Bir il əvvəl başlanan prosedurdan sonra onda nəzərə çarpan irəliləyişlər müşahidə olunub. Ailəsi BBC-yə bildirib ki, Oliverin nitqi, hərəkət bacarıqları və ümumi inkişafı xeyli yaxşılaşıb. Ən mühüm dəyişikliklərdən biri isə onun artıq həftəlik ferment inyeksiyalarına ehtiyac duymamasıdır. Çünki lazımi fermenti orqanizmi özü istehsal eləyir. Manchester komandası bildirir ki, müalicə hələ izlənmə mərhələsindədir. Lakin ilkin nəticələr son dərəcə ümidvericidir. Cəmi bir prosedurla xəstəliyin gedişinin dayandırılması nadir genetik xəstəliklər üçün mühüm dönüş nöqtəsi sayıla bilər.